Salam əziz müdavimlər. Bugün EBOB və EKOB-un hesablanması haqqında sizə qısa video çəkəcəm. EBOB və EKOB-un hesablanması düzdür, qəbul imtahanlarına çox düşməsə də, amma bu tipli məsələlər olur ki, o məsələlərin həllinə ən sonda yetdikdə EBOB və EKOB-la həll olunur. EBOB və EKOB nədir? EBOB ən böyük ortaq bölən, EKOB ən kiçik ortaq bölünən. EBOB həmişə kiçik olur. EKOB isə həmişə böyük olur. Demək, EBOB həmişə kiçik olur. EKOB isə həmişə böyük olur. Bizdə orada ən kiçik ortaq bölünən sözü olduğunu, kiçik sözü olduğuna görə çox vaxt həm müdavimlər, həm abituriyentlər bu barədə bir səhv düşüncəyə düşürlər ki, EKOB olanda ancaq eyni olanlar olmalıdır və s. və ilaxır. Biz EBOB və EKOB-u hesablamaq üçün ilk öncə ədədləri sadə vurğularına ayırmadan başlamalıyıq. Ədədləri sadə vurğulara ayırmaq nədir? Biz bilirik ki, natural ədədlər sadə və mürəkkəb ədədlər olmaqla iki yerə bölünürlər. Sadə ədədlərimiz hansı ədədlərimiz idi? Sadə ədədlər ancaq özünə və birə bölünən ədədlərə biz nə deyirdik? Sadə ədədlər. Məsələn, 3 sadəcə 1-ə bölünür, 3-ə bölünür. Məsələn, 2 1-ə bölünür, 2-yə bölünür. Məsələn, 19 1-ə bölünür və 19-a bölünür. Baxın, belə ədədlərə biz deyirdik sadə ədədlər, düzdürmü? Bəs mürəkkəb ədədlər hansı idi? 2-dən çox böləni olan. 2 böləni olan yox ha, 2-dən çox. 2-dən çox deyiriksə, baxın, İbtidai sinif müəllimləri riyaziyyatında çox vaxt belə hiləli sözlər düşür. 2-dən çox, filan qiymətlə başlayaraq, o sözlərə çox diqqət etmək lazımdır. Deməli, məsələn, 6 kiçik bir natural ədəd olsa da, bu ədəd mürəkkəbdir. Məsələn, 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür. Heç biri saymasaq belə ki, saymalıyıq mütləq şəkildə. Bunun yerdə qalan 3 dənə böləni var. Və ya 4. 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür. Görürsünüz, 3 ədəd böləni var. Demək, biz ilk öncə sadə ədəd və mürəkkəb ədəd anlayışını təkrar etdik. Demək, sadə ədəd nə oldu? Yalnız özünə və 1-ə bölünən ədədlərə biz dedik sadə ədəd. 2-dən artıq bölünən ədədlərə dedik mürəkkəb ədəd. Bəs ədədləri sadə vurğulara ayırmaq nədir? Ədədləri sadə vurğulara ayıraq dedikdə, ədədi sadə bölənlərinin hasili şəklində göstərəcəyik və ya belə elmi dildə deyəndə sadə bölənlərin hasili şəklində göstərilmiş ədədə sadə vurğulara ayrılmış ədəd deyilir. Nədir bu sadə vurğular? Gəlin sadə ədədləri yadımıza salaq. Hansı ədədlər idi sadə ədədlər? Yalnız birə və özünə bölünən ədədlər, düzdürmü? Demək, sadə vurğulara ayırmada ancaq sadə ədədlərdən istifadə edə bilərik. 2 sadə ədəddir, 3 sadə ədəddir, 5, 7, 11, 13, 17, 19. Baxın, görünüz bunların içində bir dənə də mürəkkəb ədəd var, yoxdur. 8 ola bilər, ola bilməz. 9 ola bilər, ola bilməz. 12 ola bilər, ola bilməz. Demək, sadə vurğulara ayır dedikdə ancaq sadə ədədlər ola bilər. İndi gəlin, ürəyimiz istəyən 2 rəqəmli olar, 3 rəqəmli olar. Gəlin, birinci 2 rəqəmlidən başlayaq. Ədədləri sadə vurğulara ayıraq. Başlayaq. Məsələn, götürək neçəni? Məsələn, götürək 40-ı. 40. Bir də ki, sadə vurğulara ayrılanda ədədləri həmişə kiçikdən böyüyə doğru gedin. 40 sadə ədədlərin içərisində olan 5-ə də bölünür. Amma 45-dən öncə 2-yə bölünürsə, mən onu 5-ə bölə bilmərəm. Ən birinci nəyə bölünürsə onu götürməliyəm. Böldüm 2-yə. Nə qaldı? 40 bölünsün 2, 20. Qalan 20 ədədini daha buradan yazmayacağıq. Çaşıb buradan yazırlar, oradan yazmayacağıq. Köhnə qaydanı atın qırağa. Böldünüz, aldığınız cavabı buraya. 20. 20 2-yə də bölünür, 5-ə də bölünür. Nəyə götürəcəyik? 2. 10. 12-yə bölünür, 2. 5. 5 artıq 2-yə bölünmür ki. Demək, böləcəyik 5-ə. Aydındır. Demək, 40 bərabər imiş 2 vur, 2 vur, 2 vur, 5. Qüvvəti şəklində göstərsək, 2-nin kubu vurulsun 5. Sadə vurğulara başqa bir ədəd ayıraq. Məsələn, 90. 90 sadə ədədlərdən 2-yə də bölünür, 3-ə də bölünür, 5-ə də bölünür.
Amma mən az öncə nə dedim, əziz müdavimlər, izləyicilər? Əgər ədəd 2-yə bölünürsə və ya 2-dən 2-yə bölünmür, 3-ə bölünürsə, da gedib 5-i götürə bilməzsən. 2-yə bölündü. Qaldı 45. 45 artıq 2-yə bölünmür, amma 3-ə 5-ə bölünür. 3 daha kiçik 3-ü götürəcəksiniz. 15. 3 daha kiçik 3-ü götürəcəksiniz. 5, 5 artıq heç nəyə bölünmür, 5-ə 1. Demək, 90 nəyə bərabərdir? 2 vur, 3 vur, 3 vur, 5 və ya 2 vur, 3-ün kvadratı vurulsun 5. 3-ün kvadratı nə deməkdir? Yəni 3-dən 2 ədəd var deməkdir. Yəni ilk öncə sadə vuruqlara ayırma nədir? Biz bunu başa düşdük. Demək, sadə vuruqlara ayıranda ancaq sadə ədədlərdən istifadə edə bilərik. Həmin sadə ədədlər də bildiyimiz yalnız özünə və birə bölünən ədədlərdir. Sadə vuruqlara ayıranda ədəd əgər kiçik ədədə bölünə bilirsə, da kiçik ədədin üstündən keçib ondan böyük ədədi götürmürük. Ən kiçik sadə ədəd hansına bölünürsə, əzizlərim, onu götürürük. Aydındır? İndi gəlin əbob və əkoba baxaq. Əbob ən kiçik ortaq böləndir. 2 dənə ədəd götürürüm. Əbob 20 və 75. İlk öncə sadə vuruqlara ayırılır. Üçə bölünür 25, 3-ə deyirəm, 5-ə bölünür 5, 5-ə bölünür 1. Əbobda ancaq eyni olanları götürə bilərik. Baxın, 2-ni götürə bilmərəm, burada var, burada yox. 3-ü götürə bilmərəm, burada var, burada yox. Eyni olanlar. Və burada 2 dənə 5 var, əzizlərim, burada 1 dənə 5 var. Əbobun qaydasına görə ancaq eyni olanlar az sayda. Yəni, burada sadəcə ortaq bölən, yəni həm 20-ni, həm 75-i bölən ədəd 5-dir. Başqa bir nümunəyə baxaq. Kaş siz ədədləri deyə bilərdiniz, mən buradan yazardım. Sizin istədiyiniz tip ədədləri ayırardıq. Yəni, ilk öncə deyəsiz ki, ay müəllim, necə bil, niyə belə bu qədər kiçik ədədləri götürürsünüz? Məncə, sadədən mürəkkəbə getmək riyaziyyatın onurğa sütunudur. Sadədən mürəkkəbə doğru getməliyik. Məsələn, götürürəm. Əbob. Ay, səhv qələm götürdüm. Əbob. 190. Baxın. 100-ü götürdüm. Sadə vuruqlarını ayırdım. Mavi qələmə keçək. 2-yə bölünür 50. 2-yə bölünür 25. 5-ə bölünür 5. 5-ə bölünür 1. 90-a baxırıq. 2-yə bölünür 45, 3-ə bölünür 15, 3-ə bölünür 5, 5, 5-ə 1. Baxın, burada artıq ortaq olan bir neçə ədəd var. 1 dənə 2 var, 2 dənə 2 var. Əbobun qaydası nədir? Az sayda, az olan. Demək, 1 dənə 2-ni götürəcəksiniz. Vurulsun. İki dənə 5 var, 1 dənə 5 var. Əbobun qaydası nə oldu? Az sayda. Demək, 1 dənə 5 götürəcəyik. Nə oldu? Demək, həm 100-ü, həm 90-ı bölən ən kiçik ədəd 10-dur. Həm 100-ü, həm 90-ı bölən ən kiçik ədədimiz, yəni əbobumuz oldu nə? 10 rəqəmi. İndi gəlin əkoba baxaq. Baxın, əbobla əkobun əsas fərqi nədir? Biz nə dedik əbobun qaydasında? Əbobda ancaq ortaq olanlar az sayda, əkobda isə ortaq olmayan hər şeyi götürəcəyik. Ortaq olanları isə maksimum sayda götürəcəyik. Baxın. Məsələn. Baxın. Əkob. Məsələn. 75 və 120-ni götürək. 75 bölünür 3-ə, 25 bölünür 3-ə, 5, 5-ə 1. 3 nədir? 5-ə, 5, 5-ə 1. 120 bölünür 2-yə, 60 bölünür 2-yə, 30 bölünür 2-yə, 15, 3-ə, 5, 5-ə 1.
Baxın, biz əbobda nə deyirdik? Ancaq eyni olanlardan danışırdıq, düzdür? Deyirdik ki, ancaq eyni olmalıdır. Əkobda isə ilk öncə eyni olmayanları götürün. Baxıram, burada 2 var, burada 2 var, burada 2 var, bu tərəfdə yoxdur. Yazıram 2 vur, 2 vur, 2. İndi keçək eyni olanlara. 1, 3 var, burada 1, 3 var. Sadəcə 1-dən 3 götürüb. Bəzən müdavimlər deyir ki, burada bir dənə 3, burada da bir dənə 2 dənə 3. Elə deyil. Bərabər sayda eyni ədədsə bir dənə götürün. Yəni sayın eyni qədər götürəcəksiniz. Burada bir dənə 5, burada 2 dənə 5. Daha 3 dənə 5 götürmür ya. Sadəcə 2 dənə 5. 2-ni 2-yə vururam. 4, 4-ü 2-yə vururam. 8, 8 3-ə vururam. 24, 24-ü 5-ə vururam. 120, 120-ni də 5-ə vururam. 600. Demək, 600 ədəd ən kiçik həm 75-in, həm 720-nin bölündüyü demirəm ha. Həm 75-in, həm 120-nin böldüyü ən kiçik ədəd nə oldu? 600 oldu. Baxın, bir başqasına da bax. Yenə deyirəm, əziz müdavimlər, qarışdırmayın əbobla əkobu. Əbobda ancaq eyni olanları az sayda götürürük. Əkobda isə eyni oldu, olmadı, hamısını götürürük. Əgər eynidirsə, maksimum say götürürük. Məsələn, bir dənə 5 var, digərində 5 dənə 5 var. 5 dənə 5 olanı götürəcəksiniz. Eyni olmayanları da müvafiq say olaraq götürürsünüz. Sadəcə yazıb bir-birinə vurursunuz. Bir də deyirəm, sağda bir dənə 3 var, solda 2 dənə 3 var. 3 dənə 3 götürüm, yox. Ən çox olanı 2-3'ü yazacaqsınız. Yaxşı? Baxaq, bir dənə də başqa əkoba baxaq. Məsələn, əkob. Ay, üzr istəyirəm, qələmi götürək. Əkob 96, 121 olsun. 96 bölünür 2-yə. 48 bölünür 2-yə. 24 bölünür 2-yə. 12 bölünür 2-yə. 6 bölünür 2-yə. 3-ə 1. 121 heç nəyə bölünmür. Sadəcə 11-ə bölünür. 11 11-ə bölünür. Qalır 1. Eyni olan nəsə görürük burada. Qətiyyən yoxdur. Amma bu ədədlərin əkobu var. Bəs əbobu? İndi birazdan başa salacağım onu. Demək, bunun əkobu olacaq 2 vur. 2 neçə 2'miz var? 1, 2, 3, 4 dənə, 5 dənə 2'miz var. 5 dənə 2. Vurulsun 3, vurulsun elə 11, vuraq 11. Görürsünüz uşaqlar, əziz müdavimlər, bunlar öz aralarında qarşılıqlı sadə ədədlərdirmi? Ya eyni ədədə bölünürlər, ya bir-birinə bölünürlər. Demək, onları elə bir-birinə vursaq, biz alarıq istədiyimiz ədədi. Mən az öncə demək ki, bəs əbobu. Baxın, biz qarşılıqlı sadə ədədlər mövzusunu yəni hazırlığa gələn müdavimlərlə işləmişdik. Bu, baxan müdavimlər üçün də bir də deyim. Qarşılıqlı sadə ədədlər nə idi, əzizlərim? Əgər 2 verilmiş natural ədəd eyni anda biri-birinə bölünmürsə və eyni ədədə bölünmürsə, məsələn, tutaq ki, 15 ilə 25. Düzdür, biri-birinə bölünmür, amma hər ikisi 5-ə bölünür. Məsələn, 6 ilə 8 bir-birinə bölünmür, amma hər ikisi 2-yə bölünür, qarşılıqlı sadə deyil. 5 ilə 20, 25-ə bölünür, qarşılıqlı sadə deyil. 4 ilə 60, hər ikisi 2-yə bölünür, qarşılıqlı sadə deyil. Deməli, qarşılıqlı sadə olması üçün nə lazım idi bizə? Eyni ədədə bölünməsin, bir-birinə bölünməsin. 2 ədədin əgər AB şəklində verilib, 2 dənə ədəd verir. AB-nin yerinə istədiyiniz ədədləri qoya bilərsiniz. Və yaxşı ki, məsələn, 6, 4 və s. bilaxır. Əgər qarşılıqlı sadə ədədlərdirlərsə, əbobu 1-ə, əkobu onların hasilinə bərabər. Az öncə 96, 121 misalın yadınıza salın. 96, 121 qarşılıqlı sadə ədədlərdir. Biri-birinə bölünmür. Eyni ədədə bölünmür. Əkobu 96 vuraq 121-ə, əbobu 1-ə bərabərdir. Baxaq. Əbob 26 və 27. Əkob 26 və 27. Qarşılıqlı sadə ədədlər ardıcıl gələn ədədlərdən ibarətdir. Düzdür, ardıcıl gələn ədədlərə biz qarşılıqlı sadə ədədlər deyə bilirdik. Demək, 26 ilə 27 biri-birinə bölünmür. 26 2-yə 13-ə bölünür, 27 3-ə, 9-a 27-yə bölünür. Biri ortaq bölünən kimi götürə bilmərik, heç vaxt götürməyin.
Demək bunlar heç nəyə 26-27-yə bölünmədi. Eynədə də bölünmədi. Demək əbobu 1-dir. Əkobu da elə 26 vurulsun 27-dir. Başa düşdünüz nə demək istədiyimi? Əgər ədədlər qarşılıqlı sadədirsə, onların əbobu 1-ə, əkobu isə onların hasilinə bərabərdir. Bəs müəllimə, başqa qayda yoxdur əbob əkobda? Əlbəttə ki var. Bir ədəd digərinə bölünərsə qaydası var. Qoyun onu da sizin üçün izah edeyim, aydınlaşdırım. Məsələn. Baxın, 2 ədəd verilib. Əbob 12-72, əkob 12-72. 72 12-yə bölünür. Yəni biz əgər ibtidai sinif müəllimi riyaziyyatına hazırlaşırıqsa, riyaziyyat fənninə artıq hazırlaşırıqsa, biz 2 rəqəmi 2 rəqəmiyə bölməyə bilirik və dəfələrlə qarşımıza çıxmış bölmədir. 72 12-yə bölünür. Demək, bir ədəd digərinə bölünürsə, əbob kiçiyinə bərabərdir. 72 12-yə bölünür, əkob böyüyünə bərabərdir. 72 12-yə bölündüyü üçün, 12 kiçik ədəd olduğu üçün əbob 12-yə, əkob isə 72-yə bərabərdir. Və ya əbob 8 120 olsun, tutaq ki. 128-ə bölünür. Demək, əbob elə 128-ə bölündüyü üçün əbob 8-dir. Əkobun soruşsaydı olacaqdı 120. Əslində görürsünüz əbob-əkob nə qədər sadə mövzudur. Əbob-əkob mövzusu mövzuların içərisində ən sadə olanlarıdır. Yenə sizə maraqlı olan mövzuları, yeni mövzular istəyirsinizsə, videomuzu bəyənib paylaşa bilərsiniz və ya komment bölməsində, şərh bölməsində istədiyiniz mövzunun adını yazıb dərs izahını məndən istəyə bilərsiniz. Məmnuniyyətlə sizin istəklərinizi yerinə gətirərəm. Hazırlıq üçün isə rəylərə yazmağı, əlaqə saxlamağı unutmayın. Hər birinizə imtahanlarda uğurlar.